Qoğalı necə hazırlayıram bu videoda görəcəksiniz. Öncə aparanı hazırlayıram. O özünə gələnə kimi xəmirin quru ərzaqlarını qarışdırıram. Unu isə eləməyi unutmuruq. Bir neçə dəqiqəyə maya aktivləşdiyinə digər ərzaqları da qarışdırıb qəşəng xəmir yoğururam. Üzərinə bastırıb gəlməsi üçün gözlədirəm. Xəmir gəlinə kimi isə içliyimi hazırlayıram. İçliyinə də, xəmirinə də sarı kök əlavə edirəm. Sarı rəngdə olmasını çox xoşlayıram. Apara yaxşı alındığına gördüyünüz kimi xəmir də çox gözəl oldu. 2 hissəyə bölürəm. Hər biri 6 kündədən ibarət ümumi 12 kündə hazırladım. Yarısını səpmə, yarısını isə içini doldurma qoğallara istifadə edəcəm. Dəzgahın üzərini öncə bitki yağı ilə, yuxaların arasını isə kərə yağı ilə yağlayacağım. Kərə yağına da azca sarı kök əlavə etmişəm. Mən sarı xoşlayıram, yenə dediyim kimi. Ona görə belə edirəm. Ən son yuxanı isə yağlamağa ehtiyac yoxdur. Bu halda daha rahat yapışır bir-birinə. Təxminən 2 barmaq ölçüdə kəsib rulonları da biraz gözlədirəm. İçliyini doldurmağa tələsmirəm. Biraz bunlar da acısın, özünə gəlsin, sonra içini doldururam. 2 xörək qaşığı hardasa içlik yerləşdirib bağlayıram. Bu formada da biraz gözlədirəm. Bunlar kündəyə düşənə kimi yumurtanı hazırlayıram. Biraz da duru yağ əlavə edirəm. Yumurtanı süzgəcdən keçirdikdə istər paxlavanın, istərsə də qoğalların üzü şüşə kimi parlaq olur. Artıq sobaya getməyə hazırdılar. Tərs üzündən biraz bastırıram. Üzərinə yumurta sarısı və küncüt səpirəm. Sobaya yollayıram. Öncədən isitdiyim 160 dərəcəlik sobada konveksiya rejimində bişirirəm. Əgər sizdə konveksiya rejimi yoxdursa, alt üst rejimdə bişirə bilərsiniz. Lakin nəzarət edin, hər tərəfli rahat pişsin. İndi isə keçək səpmə qoğalının hazırlanmasına. Ən alt qata içlikdən təbii ki vurmuram. İkincidən sonra başlayıram içlik əlavə etməyə. Mən hər qata vurdum. Siz 2 qatda bir də vura bilərsiniz. Mənim etdiyim kimi də edə bilərsiniz. Heç bir problem olmadı. Son yuxanı yerləşdirdikdən sonra üzərindən ehmalca biraz bastırıram və kəsməyə başlayıram. Bunu digər qoğaldan fərqli olaraq biraz enli kəsirəm. Gördüyünüz kimi bu formada da səpmə qoğalları hazırlayıram. Digər qoğalda olduğu kimi eyni istilikdə sobada bişirirəm. Videonun sonunda isə bu qoğalların da necə alındığını paylaşmışam. Hər birinizə saf canla, halal ruzi bərəkətlə ilbəil gözəl bu şirniyyatları hazırlayıb bayramlar qeyd etməyi arzu edirəm.